onu da diyeyim ki bak 62 ülkeden orada nümayendeler iştirak ediyor. Yani 165 nefer böyle insanlar götürecek. Hatta birinci gün e, kongresin rehberi dedi ki kim hapiste olup işkencelerden geçip kalksın. Malum oldu ki her üçüncü malum oldu ki her üçüncü nümayəndə sən demə həbsdədir. Her üçüncü. Hə. Deməli, yani bizim için azadlık bu adı bir güzel bir söz değil. Biz özümüz yaxşı bil. Yani bu stil orada jurnalistler de oturur da dedi ki bakın. Yani bu bir adi bir kurum değil. Şimdi sağ olsun yalnız demokratiyanın münə. Bu kurumda kim temsil olur? Kim həqiqətən həbs olunub, bəziləri dəfələrlə, bəziləri işgəncelərə məruz qalıb. Sonra ayrıca biz danışmışıq. Plus parlamentdə Tarif çıxışlarında ətraflı danışdıq hansı işgəncələrlə. ayrıca bir gün vardı. Ayrıca bir deməli tədbir keçirdiklər parlamentdə. Bu deməli kongresten sonra ayrıca bir tədbir olunub. Parlamentteki bəs hansı ölkədə ən dəhşətli işgəncelər? Bir adım attınız qabağa ki bizdə. Yox, özləri deyiblər. Biz olduq, Azərbaycan, ikinci oldu İran, üçüncü Afganistan. Bax, Azərbaycan o siyahıdadır da, əlbəttə. Azərbaycan o siyahı. Yəni, Birinci. özdə birinci saldılar ki, işgəncelər, sonra Afganistan, bir də İran. Biz danışmışıq, bu özdə deputatlar oturublar, hamı orada. Sonra əlbəttə ki, ayrıca biz deputatlarla da görüşlərimiz olub. Amma Azərbaycan mövzusu və Azərbaycanın adı tez-tez orada hallandırılır və özdə olsun ki, yaxşı mənada yox. Bir məsələ də var, biz qaldırmışıq ki, bax, Azərbaycan axı tək Azərbaycan yox, ona görə bu qurum lazım bu məsələlərlə bağlı. Diktator ölkələr və o cümlədən Azərbaycan Interpolu istəyir istifadə etsin. Yaxud istəyirlər. Ruslar da, Rusiya, bir də Belarusiyanın diktatoru, o bizlər. Yəni Interpolla ayrıca bir iş gedəcək ki, belə diktator ölkələrdən hansı bir şəxsə qarşı, tutalım ki, Avropada sizə yaxud kiməsə qarşı Azərbaycan baş prokurator tərəfindən nəsə göndərirsə, Interpol bunu qəbul etmədi. Çünki əgər burada var, Interpolla xüsusi işlər aparılıb artıq və indi daha da ciddi işlər aparılacaq ki, iş qeyri-demokratik ölkələrdən Avropada yaxud hardasa yaşayan mühacirlərə qarşı deməli məktublar qəbul olunmaz. Hədə icraat götürülür. Yox, bu da var, bu da var. Bir də mühacirlərlə adamın bu son savaş raundu paralel olaraq aparılır. Avropa Şurası ilə məncə hansısa flirt arxasında, yəni paralel olaraq. Orada həm hansısa gizli danışıqlar var, geri qayıtmaq istəyir, bir də təzədən bu bütün dissidentləri Avropada cinayət işi qaldırmaq. Bu sizcə bir təsir eləyirmi? Əksinə. Yoxsa bəlkə qayıtmaq istəmirlər, elə belə. Yox, istəyirlər. Əksinə istəyirlər və biz sonra kongresdən sonra bizim Aşvada Alman delegatlarla görüşümüz olub və o görüş zamanı məhz bu Azərbaycan delegasiyasının deməli Aşvaya qayıtması ilə bağlı əlbəttə bir ətraflı söhbət aparmışıq. Bizim üçün də bu maraqlı idi ki, bəs Azərbaycan istəyir ya istəmir. Biri var, tutam ki, Azərbaycan daxilində həm İlham Əliyev, həm digər hakim komanda üzvləri, onlar belə özlərini aparırlar ki, biz istəmirik, bu bizə lazım, özləri çağıracaqlar lazım olsa. Onlar bizdən asılıdır, nəyə ki biz onlardan. Amma görüş zamanı bizə der ki, yox, sizlər çox istəyirlər, çalışırlar, yazırlar, müraciət edirlər, işləri aparırlar. Yəni biz tərəfindən, yəni Azərbaycan rəsmilər tərəfindən iş gedir. O siz demişkən, flirt aparılır. Belə şey var. Sadəcə olaraq buna cavab olaraq bir sual vermişik. Yaxşı, Azərbaycan rəsmiləri nail olacaqlar ya yox? Cavab belə idi ki, hələ ki ümid yoxdur ki, buna müsbət bir cavab verilsin və Azərbaycan, məsəl üçün, yanvar ayında, gələn yanvar ayında
Gayet sınıf. Yok. Hele ki bugüne yok cevabı Azərbaycan alır. Baxmayaraq ki, çox ciddi belə bir görüşlər aparılır.